بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأرضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Ötən həftələrdə deyildi ki, peyğəmbərləri Allah göndərib və onların əsas məqsədlərindən biri budur ki, onlar insanları təmizləsinlər, təzkiyə eləsinlər. Lakin bu yolun qarşısında müəyyən manelər var və o manelərdən biri də budur ki, əgər insan haram alverlərlə məşğul olsa və haram qazancılardan istifadə eləsə və haram mallardan təsərrüf eləsə, yesə, geysə, bu insan o mühüm olan məqsədə çata bilməyəcək. Çünki təzkiyə, təmizlik, nuraniyyət, ruhaniyyət, mənəviyyət, bunlar haram yeməklə, haram xörəklərlə, yaxud haram paltarlarla, haram evdə oturmaqlarla, haram maşınları minməklə, bax, belənci hərəkətlərlə o böyük hədəf, böyük məqsəd İkisi düz gəlmir, uyğun gəlmir. Keçən həftə dedik ki, hər bir alverdə əgər insan pulu ala və dediyi maldan az verə, o adam mütəffifdir və bu insanın alveri haramdır və mındardır və nəcisdir. Fərqi yoxdur ki, insan alveriliyəndə malı tərəzidə qoysun, satsın, 10 kilo yerinə 9 kilo versin, yaxud piyalə ilə, peymanə ilə ölçür. İndi onlar yoxdur, qədim vardı, istil ilə südü satardılar, kilo ilə yox, balaca kasa vardı, bir istil ölçərdilər ondan, deyərdilər filan kəs mənə 3 istil məsələn süt ver, istili neçəyədir, məsəl üçün 10 manat. O da piyalə ilə ölçərdi, istil ilə südü verərdi ona. İndi əgər o istili ölçəndə onu biraz titrədə başından tökülə yerə, buyurur bax, o haram alverdi. Yaxud südə gətirə biraz su qata, 8 kilo süt, 2 kilo da ona su qata, 2 kilo bilinməz ki 8 kiloda, onu 10 kilo adına sata, əgər deməsə bu haramdır, desə eybi yoxdur. Ustadım məni nəql edib, o bizə dərs deyəndə bu misalı deyirdi, bir süt satan var idi, gələrdi, səsləyəndə belə səsləyərdi. Deyərdi, ay süt, içinə biraz da süt ölmüşəm. Hamı bilərdi ki, bunun sütünün içində biraz su var. O sütü almağın eybi yoxdur, satmağın da. Çünki deyir də dili ilə. Amma o bilmir. O süt adına 80% süt alır, 20% da su alır. Onda bu olur haram. Bir mətləbi bu həftə mən o həftə dediyim mətləblərin üstünə artırıram. O da budur ki, necə tərəzidə satanda az versən haramdır, necə metrə ilə ölçəndə parçanı
onu biraz az ölçəsən, 3 metrə əvəzinə, məsələn, 2 metrə 80 ölçəsən verəsən, o haramdır. Necə piyalə ilə ölçəndə az versin haramdır. Buyurur, əgər bir nəfər fəhlədir, gedib vaxtın satıb birinə, yaxud idarə işçisidir, işləyir, orada razılaşıb ki, səhər saat 9-dan axşam saat 6-ya qədər mən bu idarədə işləyəcəyəm, ayda da bu qədər maaş alacağım, yaxud fəhlədir, sən üçün istəyir ki, evi remont eləsin, sən də onunla danışıbsan ki, səhər tezdən gələcəksən, saat 8-dən məşğul olacaqsan, ta axşam saat məsəl üçün 5-əcən, 4-əcən, 6-yacan. Mən də sənə axşam belə müz verəcəyəm. Əgər bu adam vaxtından kəssə, buyurur, elə onun tayıdır. O ki, kiloda az verir, o ki, metrə ilə ölçəndə az verir, bu adam da əgər idarədə, yaxud bir fəhləlikdə, ya bir işçilikdə vaxtın satıbsa, bu adam da əgər vaxtından kəssə, buyurur, o həftə oxuduğumuz ayələr, o həftə oxuduğumuz hədislər, hamısı bu adamın da barəsində demək olar onu. Lənəti ki, oxuyurduq o həftə az satanlara, buyurur, bu da heç fərqi yoxdur ki, malından az verə, yaxud vaxtından az verə. Burada mən bir mətləbi də açıqlasam, daha yaxşı olar. O belədir ki, iş iki cürədir. Biri budur ki, insan işi alır. Məsələn, gəlir, baxır evə, deyir, mən bu işi, sənə bu ustulu düzəldib verəcəyəm. 1 saata düzəldəcəyəm, öz işimdir. 3 saata da düzəltsəm, o mənim öz işimdir. Sən gəl, ustulu məndən salim, salamat al, apar. Mən də bunun qarşısında səndən $50 pul alacağım. Bunun eybi yoxdur. Burada eləyə bilər, otursun, işləyə, işləməsin, otursun, dostu ilə danışsın, geçsin qəza namazı qılsın biraz özü üçün, geçsin meyvə alsın, gətirsin bazardan, otursun, yesin, yiyəndən sonra dursun, işləsin, öz işidir, eləyə bilər. Amma ikincisi budur ki, bu vaxtın satır. Deyir, mən 8-dən işləyəcəyəm, ta gün ortadan sonra 4-ə qədər, idarələrdə belədir də, 4-ə qədər mən sənə işləyəcəyəm, sən də mənə bu maaşı verəcəksən. Bir namazdan sonra heç bir şeyə o vaxtın sərf eləyə bilməz. Namazdan başqa. Çünki namazı ondan qabaq vaxtın Allaha verib onun. Namaz heç, amma ondan başqa heç bir işinə məşğul ola bilməz. Çünki vaxtı mənim deyir də, vaxtı mən satmışam. Bir gün 6 saat vaxtımı satmışam mən. Günorta yeməyə də icazə alıram. Deyirəm, mənə icazə verəcəksən də yarım saatda mən çörək alım, gətirim, çörək yiyim. O da deyir, icazə verirəm. Yarım saat icazə verirəm, çörək yiyərsən. Bunun da eybi yoxdur, çünki icazə alır. Amma icazə almasa heç bir iş görə bilməz bu. Bu adam vaxtın satıb, namazda ondan qabaq Allah sənin vaxtını alıb. 5 dəqiqə, 4 dəqiqə, 8 dəqiqə, neçə dəqiqəyə qılacaqsan, namazı qıl. Mən kitabların birində oxumuşam, Rus mühəndisi fəhlə gətirib işlədir, təsadüfən fəhlələr müsəlman olur. Bir gün mühəndis gəlib, baxıb, görüb bunlar, dayanıblar, namaz qılırlar. Mən vermişəm bunlar iş işləyərlər. Gəlib görüb, yox, bunlar demə namaz qılır, müsəlman namaz qılanmış, dayanıblar, qəşəng namaz qılırlar. Ay bala, siz burada nə iş görürsünüz, nə işlə məşğulsunuz? Və mən də deyirəm ki, siz mənə işləyirsiniz. O başa salıb bunu, deyib, yox, biz elə sənə işləyirik, amma biz azan deyilsə, müsəlmanıq, bizim qanunumuz budur, biz 6 dəqiqə, 7 dəqiqə, indi 8 dəqiqə qalıb o namaza, 8 dəqiqə biz namaz qılmalıyıq, ondan qalan sənin işi biz görmüşük. Deyib, yox, belə şey olmaz. Sabahdan hər kəs namaz qılsa, onun maaşından kəsəcəyəm. 1-2 gün keçib, gəlib, baxıb, görüb, bir ikisi qılmır. Amma biri dayanıb, vaxtında namazın qılır.
Maaş verəndə o namaz qılana biraz o birisilərdən çox verib. Deyib bir adam ki, ondan kəsmir, elə bundan da kəsməz. Bu onlardan düz işləyər mənə. Mənzurum budur ki, yəni ki, namaz başqa, amma ondan sonra sən vaxtında kimə vaxtı satıbsan, o verdiyin vaxtda əməl eləməlisən. O vaxtın içərisində heç bir iş sən görə bilməzsən. Bu mənim başıma gəlib bir dəfə, görmüşəm bunu. Mən bir vaxtda Qum şəhərində bir ağa, bir xanım, ikisi onlar ixtilaf eləmişdilər, savaşmışdılar. Bir dənə, iki dənə də qız uşaqları var idi, deyərsən talağa çəkilirdi iş, o uşaqlar da qalmışdı, iki dənə balaca qız uşağı idi. Mən gəldim, bunlardan xahiş elədim, dedim siz gəlin filan evdə oturaq, mən sizinlə biraz söhbət eləyim, bəlkə sizin məsələ öz həll oldu. Qadın da, kişi də qəbul elədilər, gəldilər, oturdular bir evdə, onlarla çox geniş söhbət elədik. Bir-iki gün, hər gün bir-iki saat vaxt bunlara sərf elədi, şükür Allaha bunların məsələləri də həll oldu. Amma kişi talaq vermişdi. Bir neçə ayda onun üstündən keçmişdi. Balaca qızlar da qalmışdı əlində. Mən getdim o qadınla da danışdım, tanış idiler. O da razı idi, qayıtsın, gəlsin. Ona görə də bu işi biz gördük və nəticə də aldıq. İndi istəyirik ki, bunlar barışandan sonra bunların əqdini oxuyaq. Çünki da bu kişi talağın demişdi, müddətdə qutarmışdı. Bunların əqdini mən özüm oxumadım. Mən onda yaşım az idi biraz. Bizim qonşuluqda bir ofis var idi, müştehidlərin birinin ofisi idi ora. Mən getdim oradan alimlərin birin, bir ağsaqqal alim dəvət elədim. Dedim qoy o da bir iki kəlmə söhbət eləsin, o da bir əqd oxusun, onun da nəfəsində bir bərəkət olar, inşallah bunların işi yaxşı olar. Sonra da elə yaxşı oldu, indi bir 18 il olar, 17 il olar, onlar daha keyfləri sazdı, qabaqçından da yaxşıdır vəziyyətləri. Bu alimi mən getdim, xahiş elədim, mənim ustadım idi. Dedim ki, bax bu qonşu evdə sən bir dənə əqd oxumağa səni mən dəvət edirəm, 5 dəqiqə, 10 dəqiqə sən vaxtı sərf elə. Biraz dayandı, dedi, yox, mən gələ bilmərəm. Dedim, nə üçün? Dedi, çünki mən hər gün 2 saat bura gəlirəm, bu 2 saat vaxtımı mən bu ağaya vermişəm. O ağa ki, onun ofisində işləyirəm, mən vaxtımı vermişəm ona. Mən buradan 5 dəqiqə də yox, heç 1 dəqiqə də çıxa bilmərəm. Əgər o ağadan geçsin, icazə alsın, o mənə icazə versə buradan çıxa bilərəm. Əgər o icazə verməsə, mən o 5 dəqiqəni çıxsam, mən üçün 5 dəqiqə haramdır. Maaşımdan onu mən qaytarmalıyam 5 dəqiqəsini. Bu təqvadır, bu təqvalı insandır. İşindən kəsmədi. Mən də o ağa ilə tanış idim, o ağanın özündən icazə aldım və bu işçiyə icazə verdi, bu alimə, bu da gəldi, əqdi də oxudu, onun bərəkətindən indi də onların kefi sazdı. Bəlkə də onun nəfəsinə görə bunların indi vəziyyətləri qabaqçından da yaxşıdır. Teydə mənim çalışmağımla deyil, onun da nəfəsinin bərəkəti, onun da ürəyinin nuraniyyətinin təsiri oldu o işdə. Odur ki, buyurur, bax, əgər bir insan vaxtın verib bir idarədə, İndi fərqi yoxdur ki, bax, bu icra hakimiyyətində işləyir, fərqi yoxdur, nə bilim, polis işində işləyir, fərqi yoxdur, bir şirkətdə işləyir, fərqi yoxdur, harada işləyir, heç fərqi yoxdur. Əgər bir adam vaxtın verib, o vaxtından kəsə bilməz. İndi bəzi adam görürsən, heç özü orada deyir, elə imzalayır orada, qol çəkir, adı gedir. Bala, özün haradasan, özü başqa yerdədir. Adım gedir, deyir. Adım gedir, maaşımı da alıram. Döyləb belə halalandar, halaldır da bunlar. Haram yeməyin insanın vücudində, cismində, ruhunda, ürəyində, mənəviyyətində çox böyük təsiri var. Haram yeyən insanın əvvəl təsiri budur ki, onun malının bərəkəti kəsilər. Bu insanın malının bərəkəti kəsilər. İmam-ı Sadiq əleyhissalamın hədisi belədir. Həzrət buyurur, mən kəsəbə malən min qeyri hillin, səllətallahu aleyhi
Əl-bina və-tin vəl-ma. Əgər bir insan haram yeməklə məşğul olsa, bu adamın malının bərəkəti kəsilər. Büdür olar ki, bu adam yavaş-yavaş da torpaqla, suyla, daşla, kəssəklə məşğul olar. Başlayar özünə ev tikə, ev düzəldə, belə-belə, yəni ömrünün bərəkəti, malının bərəkəti hamısı gedər, daşa torpağa sərf olar bu adamın ömrü. Daş torpaq bunun ömrün yer qutarar, bunun malın yer qutarar. Özü də bilməz, özü də elə bilər ki, böyük alverçidir bu. Amma bilməz ki, bunun bərəkəti götürülüb bundan. Həzrət buyurur, ikinci ziyan haram yiyən adamlara budur ki, onların ibadətlərin Allah qəbul eləmir. Olmaz ki, insan haram yiyə, ondan sonra gələ dəstəmazala daya. İyyəkə nə'budu. Haram malına nə iyyəkə nə'budu? Buyurur, bu ibadəti Allah qəbul eləmir insandan. Apar özgənin malın ver, ondan sonra öz malıyla dəstəmazal, öz malıyla paltar gey, öz malıyla yer düzəlt, onun üstündə dayanamaz qıl. Əgər sənin pencəyvün, könəyvün bir düyməsi haram maldandısa, sənin ibadəti Allah qəbul eləmir, namazın batildir, onda sən haram yeməklə necə ibadət eləyirsən? İslam Peyğəmbərinin bir gözəl hədisi var burada, buyurur ki, İnnə lillah mələkən yunadi alə beytil müqəddəs kulli leylə. Deyir, Allahın bir iddə mələkəsi var, onları yaradıb, onlar Beytül-Müqəddəsdə, Beytül-Müqəddəs bilirsən ki, haradır? Quds. Onlar Beytül-Müqəddəsdə dayanırlar və hər gün cəmaati çağırırlar, dəvət edirlər. Nə mənə deyirlər? Deyir, onlar belə deyirlər. Mən əkələ haramən, ləm yəqbəlillah minhu sərfən və la ədla. Hər kəs haram mal yesə, ondan sonra durub ibadətinə məşğul olsa, vacib ibadət, müstəhəbbi ibadət, heç birisini Allah bu insandan qəbul eləmir. Əvvəl apar, başqalarının malın ver, ondan sonra gədəyan öz malın üstündə ibadəti elə. Buyurur, bir də o adamları ki, haram mal yeyirlər, onun ziyanlarından biri budur ki, Allah özü bunlara lənət oxuyur. Hədis belədir. İslam Peyğəmbərinəndir hədis. Həzrət buyurur ki, Əvhallahu iləyyə, Allah mənə belə vəhy elədi. Buyurdu, ənzir qavməkə, la yədxulu beytən min buyuti və li əhədin min ibadi ində əhədin minhum məzləmə. Mənim Peyğəmbərim, sən bu cəmaata de, müsəlmanlara, öz qovmuğa çatdır ki, denən mənim evimdə, yəni məsciddə, gəlib dayanmasınlar, ibadətə məşğul olalar. Halbuki, vəli əhədin, halbuki, bunun haqqı onun boynunda var, onun haqqı bunun boynunda var. Əgər möminlərin haqqı bu adamın boynunda var, əgər başqasının malı bunun cibində, evində, qarnında, əynində var, onda bu gəlib dayanıb mənə ibadət başlamasın. Fəinni əl'aluhu, mən özüm ona lənət oxuyuram. Madamə qaimən yusalli beynə yədəy, ta madam ki dayanıb ibadət eləyir, o ibadət elədiycən mən ona lənət oxuyuram. Aparsın, onları versin. Ha, belədir. Deyilin, əgər bir adam indi tövbə eləyib, necə? Tövbə eləyib, o, çox yaxşı. Məşğuldur verməyə. Kimi tanıyır, aparır, onun malın verir, başlayıb bir yandan da ibadətin eləyir. Bu başqa. Amma əgər bir adam başqasının malın yeyir və bu fikirdə də dör, aparsın, onu versin, buyurur o, ibadət də eləsə, Allah buyurur, onun ibadətinə mən lənət oxuyuram. Ona görə də insanın mənəviyyətində, namazında, ibadətində haram mal yeməyin çox böyük mənfi təsiri var.
Bəzi hədisdə var, buyurur ki, Həzrət buyurur ki, elə ki bir insan haram luqmə yedi, İzâ vəqətil luqmətu min haramin min cavfil abd, əgər bir insan haram bir tikə yedi, o getdi bunun qarnına, lə'ənəhu kullu mələkin fis-səmavati vəl-ərz, göylərin mələkələri, yerin mələkələri bu adama lənət oxuyurlar. Bu Peyğəmbərin hədisidir. Ondan sonra buyurur, bu adam dua deyiləsə duası qəbuldur. Ki biz qabaq bu barədə hədislər oxumuşuq ki, hər kəs haram yesə, hər kəsin qarnında haram olsa, bu adamın duası qəbuldur. Dəfələrlə hədislərdə oxumuşuq, gəldi dedi Peyğəmbərə, imamlara, dedi, ya Rəsulallah, mən nə qədər dua eləyirəm, mənim duam qəbul olmur. Ağa buyurdu ki, sən haram yeməyi tərk et, ondan sonra duaların qəbul olar. Alveri təmizlə, gəlirin, qazancın olsun halal, ondan sonra dua eləsən qəbul olar. Dua eləsən, Allah da səndən qəbul. Çünki qarnın təmizdir, dilin təmizdir. Bir də buyurur, əgər bir adam haramla məşğul oldu və haram çörəkləri icazə verdi ki, öz mədəsinə daxil olsun, varid olsun, bu adamın ürəyin qəsavət bağlayar, yavaş-yavaş görərsən, axırda imandan çıxdı, axırda aparar, çıxardar ora. Və hədislər, ayələr Quranda bu barədə nə qədər var, sizdə oxuyursunuz, kitabları əlhəmdülillah görürsünüz, mütaliə edirsiniz və bilirsiniz onları. Şərik ibn Əbdullah qazidir. Mehdi Əbbasinin devrində yaşayır, onun əsrində yaşayır. Təqvalı bir alimdir, gözəl bir alimdir. Günlərin birində Mehdi Əbbasi istəyirdi ki, ondan əlaqə saxlasın, istəmirdi o uzaqda qala, qorxurdu uzaqda qala, gedər başqa işlərlə məşğul ola, bunun xeyrini olmaya. Ona görə istəyirdi ki, onu cəlb eləsin özünə, müxtəlif yollarla fikirləşdi, dedi, onu çağırın, ona təkliflər verin. Şərik ibn Əbdullah da bir alimdir, yaxşı bir alim, gəldilər, dedilər ki, xəlifə səni çağırır. Balam, xeyr ola, xəlifə adamı xeyrə çağırmaz. Bu, yavaş-yavaş durdu, hazırlaşdı. Gəldi, oturdu, xəlifə dedi ki, salam kəlamdan sonra, xəlifə dedi ki, sənə mən əziyyət vermişəm, buna görə ki, mən istəyirəm ki, səndən əlaqəmiz qırılmasın. Mən səni sevirəm, sən beləsən, filansan, belə-belə şirin-şirin sözlərdən, onun xoşuna gələn sözlərdən dedi. Dedi, 3 təklifdən sən birin qəbul elə məndən. Birinci təklifim budur ki, mən səni qəzavət mənsəbinə qoyum, qazi ol mən üçün. Bu, daha yaxşıdır sən üçün. Elmindən də istifadə eləyərik səni. Yaxud o bunu qəbul eləmədi. Dedi, yox, mən eləyə bilmərəm. Çünki bilirdi ki, mən qazi olsam ona, o gündə bir şey mənə yazacaq. Haqqə batilə baxan olmayacaq. Nə istəsə onu eləyəcək. Nə istəsə onu eləyəcək. Dedi, yox, mən üzr istəyirəm. Məni üzürlü səbəbdən bağışla, məni üzürlü bil. Dedi, onda sən mənim uşaqlarım, xəlifənin uşaqları, ətfalı sənin ixtiyarında olsun. Sən onlarla əlaqə saxla, onları nəsiyyət elə, moizə elə, onları tərbiyə elə. Bu daha yaxşıdır sənə, sənin elmindən bir istifadə eləyə. O bildi ki, bu yolundan o başqa bir mənzuri olacaq, onu da qəbul eləmədi. Dedi, mən vaxtım olmur, bir yol tez gələm, bir yol gec gələm, məni üzürlü bilsən, mən bağışla məni. Onu da qəbul eləmədi. Xəlifə baxdı, dedi, onda sən ki, belə bizdən uzaq gəzirsən, heç olmasa bir gün oturaq bir yerdə çörək yiyəsən, nə? Fikirləşdi, dedi, da indi bunu qəbul eləyim də əl çəmir, indi eybi yoxdur. Vaxtı verdi, dedi, yaxşı, mən gələrəm. Nə vaxta desən, gələrəm. Məsəl üçün, razılaşdılar indi sabah bir gün, günlərin biri gəlsin, bununla otursunlar, süfrə arxasında otursunlar, söhbət eləsinlər. Xəlifə tapşırdı, dedi, biraz yaxşı yağlı pişirin. Onlar da pişirdilər, aşpaz usta idi. Hər şey hazırladılar, o vaxt oldu ta
Bu ağa gəldi, qonaq oturdular, yedilər, içdilər, doyuncan bığı yağlandı bir balaca. Bığı yağlanandan sonra aşpaz o gün bir söz dedi. Dedi, bu ağa ki gəldi, oturdu, bu cür çörəyi yedi, mən uzağı belə görürəm ki, bu deyəsən da gələcəkdə saadətinizin görməyəcək. Bunun işi büyündən başlandı. Bunun işi büyündən başlandı. Elə də oldu. Yavaş, 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 yavaş o törək və ondan sonraki törəklərin hamısı onda o qədər təsir qoydu ki, axırda da dirəşirdi. Mühasib deyir ki, bu xəlifə buna bir şey yazıb, get mühasibdən bu məbləği al xəşlə. Deyir, hərdən bir gətirərdi. Bir gün deyir, gördüm gətirib, mənlə bir cür dirəşir ki, mənə deyir, təəccüb gəldi. Deyir, qayıtdım, buna dedim, Şərik ibn Əbdullah, sən bizə buğda satıbsan, pulu belə tələb eləyirsən. Bu hədiyyədir sənə xəlifə verib, sən bu cür tələb eləyirsən, bəlkə bizə buğda satıbsan. Deyir, baxdı, o dedi, hay, 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 buğda nədir? Mən imanımı satmışam sizə. Sən deyirsən buğda, mən qiymətli şey satmışam sizə. Sən istəyirsən, bu bizərlə maaşı da məndən kəsəsən. Mən imanımı qoydum sizin yolunuzda, dinimi qoydum sizin yolunuzda. Buyurur, bax, əgər bir insan harama icazə verdi ki, yavaş-yavaş başladı haramı, günbəgün haram bunun bədənində öz təsirin bağışlayacaq. Və insan özü təsəvvür eləyir ki, əgər mən haram işinə məşğul olsam, mənim gəlirim çox olar. Hədislərdə var, buyurur, Allah insanın ruzusun halaldan təyin edib. Əgər bir insan haramın arxasıca gedir, o halaldan yox, haramdan o ruzunu aparır. Eşidibsiniz ki, Həzrəti Ali əleyhissalam bir gün gəldi atına, məscidin qabağında Mədinədə düşdü. Bir nəfər var idi orada, atı tapşırdı ona. Dedi, sən bu atı saxla, mən məsciddə 5 dəqiqə işim var, qayıdıram. Həzrət öz qulamı ilə idi, ikisi getdilər içəri, qayıtdılar. Bu da indi bəlkə də tanımadı, ya tanıdı, bilmirəm. Bu ki, atı alıb saxlamağa. Həzrət çıxdı, gördü bu atı bıraxıb, noxtanı oğurlayıb qaçıb. Atın noxtası olar, ha? Noxtanı oğurlayıb qaçıb. İtib çıxıb gedib, at qalıb burada. Həzrət 2 dirhəm əlində pul gətirmişdi ki, məsciddən çıxanda. Ona verədə zəhmət haqqı verə ona. Ki, 5 dəqiqə, 10 dəqiqə nə qədər atı saxlayıb, 2 dirhəm. Deyib, belə ki, gördü da o noxtanı götürüb qaçıb, o 2 dirhəmi verdi öz qulamına, dedi, get bazara bir dənə noxta al, gətir ata. Deyib, bu getdi, indi bir 5-10 dəqiqədən sonra, yarım saat, 1 saat, nə qədər sonra gedib bilmirəm. Amma gedib bazarda bir noxta almağa görüb, ağanın öz noxtasını gətirib satıb o burada. Noxtanı alır, qayıdır, gəlir, ağaya deyir ki, ağa, getdim, o kişi noxtanı 2 dirhəmə satıb. Ağa buyurdu ki, bax, onun ruzusu 2 dirhəm idi, mənim əlimdə, halaldan verəcəkdim. O halalı ki istəmədi, o 2 dirhəm haramdan yetişdi ona. Heç fərq eləmədi ona. Lakin bu haram o halalın qabağını aldı. Halaldan Allah verəcəkdi sənə. Sən ki tələsdin, halala səbr eləmədin, harama ürəyin atlandı, getdin ona tərəf, o səbəb oldu ki, elə ruzi sənə çatdı, lakin halaldan yox, haramdan. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm əl-ə'azzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi rəhmət qapıları üzümüzə bağlama.
Pərverdigara dualarımızı müstəcab elə. Aqibətimizi xətmi bi xeyr elə. Günahlarımıza qələmi əfv çək. Ölənlərimizi qəriq rəhmət elə. Allah bizi bağışlamamış qəbrə aparma. Kərbəlayı eləməmiş bizi öldürmə. Allah xəstələrimizə şəfa inayət elə. Hacətlərimizi rəva elə. Qəbrimizin əvvəl gecəsi nur vilayət əmirul müminindən ayrı salma. Xalis olan salamlarımızı imam zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bihaqqi Muhammedin və alih وبحق سورة المباركة الفاتحة مع الصلوات. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد.